Budur, 2 noyabr üçün bürclərin ən düz pul və uğur proqnozu. Hər bürc üçün qısa, konkret təhlil və sonda məsləhət. Qoç günün enerjisi səni maddi baxımdan hərəkətə gətirəcək. Sürətli qərarlar və düzgün zamanlama sənə qazanc gətirəcək. Məsləhət, tələs amma düşünərək fürsəti əldən vermə. Buğa pul axını sabitləşir, səbirli addımların nəticəsini görəcəksən. Gəlir gözlədiyindən yavaş, amma davamlı olacaq. Məsləhət, bugün planlaşdır, sabah sərmayə et. Əkizlər əlaqələr vasitəsilə gəlir imkanı açılır. İctimai mühitdə səni tanıyan biri şans qapısı ola bilər. Məsləhət, bugün danışmaqla qazanırsan, səsini eşitdir. Xərçəng uğur ev, ailə və şəxsi ideyalarla bağlı sahədən gəlir. Pul enerjisi emosional qərarlara bağlıdır. Məsləhət, sakit qal və intuisiyanla qərar ver. Şir yaradıcı yanaşman pul və uğur gətirir. Hər kəsin görmədiyini sən fərq edirsən, bu üstünlükdür. Məsləhət, özünü reklam et, bugün parlamalısan. Qız iş və pul sahəsində gözlənilməz rahatlıq yaranacaq. Kiçik bir detal böyük gəlirə çevrilə bilər. Məsləhət, hər şeyi analiz et, amma addımı bugün at. Tərəzi əlaqələrdə tarazlıq saxlamaq maddi qazanc gətirəcək. Pul enerjisi sənə tərəf axır. Sadəcə inam lazımdır. Məsləhət, dəstək təkliflərini rədd etmə, ortaq uğur səni yüksəldəcək. Əqrəb maliyyə sahəsində dərin dönüş başlayır. Gözləmədiyin yerdən gəlir və ya bonus ala bilərsən. Məsləhət, gizlində plan qur, nəticəni sonra göstər. Oxatan yeni layihə və ya fikir səni maddi olaraq gücləndirə bilər. Uğur sənin sərbəstliyindədir. Məsləhət, risk et, bugün şans səni qoruyur. Oğlaq işdə intizamlı və sakit yanaşma mükafatlanacaq. Maliyyə sabitliyi formalaşır. Məsləhət, planına sadiq qal, bugün yoldan sapma. Dolça yeni ideya və əlaqə vasitəsilə maddi irəliləyiş mümkündür. Uğur fərqli düşünəndə gəlir. Məsləhət, standartdan çıx, qeyri-adi addım sənə qazanc gətirəcək. Balıq duyğusal, amma çox uğurlu gündür. Gəlir iç dünyandan doğan ideyadan gələ bilər. Məsləhət, ruhunun səsini dinlə,